Belə medikal tibb mərkəzində Aynur xanım otağındayıq. Mən hər açan gəlirəm, görürəm ki, Aynur xanım uşaqları belə deyim də prosesi özü aparır. Köməkçisi yoxdur tək olaraq. Bir də zəhmət olmasa kamera gəl yaxınlaşdı. Bir də əlini qoy, belə qoy, xahiş edirəm sizdən. Baxın, yəni zəhmətli əllər bax belə olur. Niyə görə bunu deyirəm? Özü ilə şəxsən hamısı. Niyə bunu tək edirsə sual verirəm sizə. Əslində bilirsiniz necədir? Uşaqlara refleksoloji masajlar eləyirəm ayaqlarının altına. Bu direkt bir beyinlə təsir eləyir, ya beyin əlaqəlidir. Bu refleksoloji masajlar əslində bəzən valideynlər çox gözəl yerə toxundunuz, yenə mövzuya toxundunuz. Valideynlər özləri bir də uşaqların ayağının altında masaj eləyirlər. Qətiyyən olmaz. Çünki orada beyinlə, bağırsaqlarla bədənin müxtəlif orqanları, bağlantı nöqtələri var ki, çox təhlükəlidir. Bəli, mən birbaşa özüm eləyirəm. Yəni nə qədər bir zamanlar köməkçilərim də olsa cihazlara falan kömək edən, ancaq masajları həyatımda heç kimə həvalə etməmişəm. Bütün masajları özüm eləyirəm, ağız arteriyası masajını da özüm eləyirəm. Çünki mən ehtiyat edirəm ki, bəlkə mənim sabahki günü köməkçim, uşaqlar barmağımı dişləyirlər seansda, o qədər pis dişləyirlər ki, mənim gözümdən yaş axa-axa mən masajı davam eləyirəm. Çünki uşaq bilə-bilə dişləyir barmağımı ki, mən gələn dəfə o masaj eləməyim.